Diri halı 4 kilo 800 qram çəksidir. Artıq yeriməkdə nəfəs almalıdır, çətinlik çəkir. Bunlar da bəlli bir kiloya gələndən sonra ürəkləri partlayıb ölə bilir. Akşam da dərman atacağım, amma indi hal-hazırda görürəm ki, yeyib. Yəqin ki, səhərki dərman xeyir eləyir. Bu xəstəlik artıq nədirsə bu tam olaraq başa düşmədim mən, amma bir-biri elə bil toyuqlara gəlir. Çünki burada bu da yemlərin qoydum qabaqlarına, uşaqlar ləzzətlə də, iştahla da yeyirlər. Təbii ki, yemlərində arpa da olsaydı daha yaxşı olardı, amma buğda və qarğıdalda yaxşıdır. Az sonra görüntülərimizdə Quban cücə kəsmişik dünənlərə, ətli grossu 8 cücələrimiz var idi ha. Onun çəksini göstərmişəm, maşallah olsun. Demək olar ki, 5 kilo diri çəksi gəlirdi, təmizlənmiş haldadır, neçə kilodur, onun görüntülərində paylaşmışam. İndi keçək. Hər kəsə salam dostlar, kanalıma xoş gəlmişsiniz. Hər birinizi xoş gördük kanalımda. Dostlar, bugün hündüşkalarımızın axşam yemlənməsini, hündüşkalarımızın yox, üzr istəyirəm, toyuqlarımızın, bu balaca hündüşkalarımızın axşam yemlənməsini göstərmişəm videoda. Sadəcə videonu, həm baxdım ki, başlığı sonu yoxdur, sadəcə video olaraq çəkmişəm. Bəzən belə çəkirəm, sonra başlıq sonluq video əlavə edib çəkib paylaşıram sizə. Çünki vaxtım olduğunca əlimə nə video keçirsə çəkirəm sizlər üçün. Bu hündüşkalara verəcəyim dörtlü yem qarışımından danışaram. Yəni balaca hündüşkalarımıza niyə verirəm? Videonun sonunda göstərmişəm. Təbii ki, videonun sonunda deməyim, ortasında. Sadəcə o biraz axşamüstü çəkmişəm. Biraz qaranlıq olub görünməyib deyə istədim videonun başlığında da tam olaraq göstərim sizlərə bu dörtlü yem qarışımın. Baxın dostlar, burada var. Baxın, qarğıdalı yemi, şəkər yemi, böyütmə yem, qara un və buğda. Təbii ki, bunları niyə verirəm? Bu səbəblərin iminli, bu dörtlü yem qarışımın niyə verirəm? O videonun ortasında görəcəksiniz zaten. Bunlara yem yeyə mən sizə o barədə danışmışam ki, niyə verirəm, nə cür verirəm, nə cür qarışdırıram, hamısını sizə göstərmişəm videoda. Amma videoda o tam olaraq hansı yemlərdə görünmədiyi üçün təbii ki, adını çəkmişəm, amma ola bilər ki, bəzi insanlar inanmaz ki, orada məsələn qarğıdalı yox idi. Çünki qarışdıranda yemin içində qarğıdalı elə də görünmür. O yox idi, bu yox idi deməsinlər deyə mən sizə ayrıca belə göstərmək istədim ki, baxın bu yemlərdən verirəm. Burada demək ki, qarğıdalıdır, böyütmə yemidir, qara undur və buğdadır. Bu hündüşkalarıma ondan verirəm. İndi niyə verirəm? Səbəbləri nədir? İminli bu dörtlü yem qarışımı. Onu dediyim kimi videonun içərisində göstərmişəm. İzləyərsiniz, inşallah qayıdıb gələrsiniz. Sonra videonda yenə sonluğunu verəcəm. Bu videonun axırına kimi qoyacağım. Toyuqlarımızın axşam yemlənməsi, hündüşkalarımızı da çəkmişəm səhv etmirəmsə. Bir də bunların axşam yemlənməsi, yəni balaca hündüşkalarımızın axşam yemlənməsini çəkmişəm. Əlavə olaraq da onu deyim ki, uşaqlar, videoya keçmədən öncə zəhmət olmasa biraz bizə dəstək olun. Elə burada videonu like edin, abunə deyilsinizsə abunə olun. Daha sonra videolarımızı keçək, izləyək. Uşaqlar, bu da Rossu 8 cücəmiz. Bunların bugün 56-cı günləridir. İnşallah bugün kəsirəm. 56-cı günündə deməli 4 kilo 800 qram diri çəksidir. İndi çəkməyi sizə göstərmirəm. Kəsib təmizləyəndən sonra təmizlənmiş halın sizə göstərəcəyim. Diri halı 4 kilo 800 qram çəksidir. Artıq yeriməkdə nəfəs almalıdır, çətinlik çəkir. Bunlar da bəlli bir kiloya gələndən sonra ürəkləri partlayıb ölə bilir. Ona görə artıq bunu kəsirəm. Çünki qorxuram ki, bir neçə günə bunun ürəyi partlayıb ölə bilsin. Çünki nə vaxt baxıram elə ləhləyir, ağzı açıq qalır, yeriməkdə də çox çətinlik çəkir. Bu günləri inşallah bunu kəsirik. Dediyim kimi 4 kilo 800 qram diri çəksidir. Bugün kəsib sizlərə paylaşıb göstərəcəyim neçə kilo gəldi təmizləti. Uşaqlar, bu da cücəni təmizlədik. 3 kilo 615 qram. Qaraciyərini götürməmişik bir dənə. Onu da pişiyə veririk, biz yemirik deyə. Qalan hamısı buradadır. 4 kilo 800 qram da diri çəksi gəlmişdi. 3 kilo 615 qramdır. Dostlar, bu da toyuqlarımızın axşam yemlənməsi. İstədim sizə bu görüntüləri də çəkim göstəreyim. Deməli 2 dənə bu legenci ilə dolu yem tökürük, dən tökürük, buğda tökürəm axşamlar. O da təxmini nə qədər eləyir? O hardasa tutur uşaqlar 1 kilo 300 falan, 1 kilo 200, 1 kilo 300 falan tutur. Balacalığına ekranda necə görünür bilmirəm, amma 1 kilo 200, 1 kilo 300 tutur. Bu da hardasa 2 kilo 400, 2 kilo yarım deyək də ortalama götürək. Təxmini 2 kilo yarım axşam yem veririk bunlara. Bayaqdan tökmüşəm. Yəni bayaqdan dediyim 2-3 dəqiqədir var tökmüşəm. Prosta içəridə də toyuqlar qalmışdı. Onları gətirənə kimi biraz ötdü.
Xəstə toyuqlarımızı sizə göstərmək istəyirəm uşaqlar. Baxın, o xəstə toyuğumuz da yemir, amma dünənləri məsələn gördüm ki, yerdən 1-2 dənə buğda götürdü, amma vəziyyəti odur. Əlavə olaraq da uşaqlar, baxın görüm, hə, bu toyuğumuzda səhər yeməyib, nəyəsə var. Anam dərman atıb. İndi axşam da dərman atacağam, amma indi hal-hazırda görürəm ki, yeyib. Yəqin ki, səhərki dərman xeyir eləyib. Bu xəstəlik artıq nədirsə bu tam olarak başa düşmədim mən, amma bir-biri elə bil toyuqlara gəlir. Çünki burada qonşumuzun o gün toyuqlarına xəstəliyi düşdü. Hamısı qırılıb, 2-3 toyuğu, bir dənə də xoruzu qalmışdı. Onun da xoruzu iminli belə olub. Belə dediyim, yəni o toyuq kimi bir neçə gün yeməyib. Bir neçə gün dediyim, yəni saxlayıb görüb ki, yemir, biraz şey eləyib, üzr istəyirəm. Kəsib o, saxlamayıb. Bax görürsüz, bax dəndən 1-2 dənə götürməyə başlayıb. O da inşallah ki düzələr. Çünki artıq bir 10 gündə o xəstədir uşaqlar. Yemir, çox arıqlayıb. Yəni onu kəsməyə niyyətim yoxdur. Dünənki axırıncı videomda da bundan bir neçə video öncə də göstərmişdim sizə. Kəsməyə niyyətim yoxdur, çox arıqlayıb. Amma yoluxucu bir xəstəliyi yoxdur. Nəsə yəqin ki qaraciyəri və yaxud da öd kisəsi ilə bağlı bir problemdir. Yeməməyində mən öyle bir şey görürəm. Amma dediyim kimi uşaqlar, bəzən görürsən ki toyuqlarla belə durub dava eləyir də. Yəni çox da ölüvay xoruz toyuq deyil. Yəni ölüvaylaşmayıb hələ. Nədirsə iç orqanların birindədir. Sınayıram. Dərmanlar verirəm. Sarımsaqdır, ultraseptoldur, oksitetraskinindir, sirkədir. Bu tip şeylər verirəm, sınayıram. Görək necə olacaq vəziyyəti. İndi görərsiniz ki, bunların içərisində o biri tərəfə saldığım buraxma xoruzlardan var. Uşaqlar, onları istəyirəm ki, yavaş-yavaş öyrənsinlər toyuqları. Çünki mən onları daim orada bağlı yerdə saxlaya bilmərəm də. Yəni ayrı yerdə saxlaya bilmərəm. Artıq bunlara qarışmaq zamanıdır yavaş-yavaş. Ona görə bu vaxtlar qapıları bax orada açıq qoyuram ki, toyuqlara dən tökəndə onlarla bərabər yavaş-yavaş yeyib öyrəşməyə çalışsınlar artıq. Digərləri də burada yeyir. Ayrıca amma uşaqlar bu buraxma toyuq və bu toyuqdur, bu xoruzdur. Bir dənə də toyuğum qırtı deyə oradadır. Onları ayrıca səhərlər ayrıca yedizdirirəm. Çünki onlar yerdən yeyib doymurlar. O yeri toyuq kimi yerdən yeyib doymurlar. Həm çox yeyirlər, həm də onlar qədər dirbaş deyirlər. Onları o yem tökdüyüm hansı ki ləgəncə var uşaqlar. Onda yemi tuturaq o yeyirlər. Səhərlər onları ayrıca yedizdiririk. Ayrıca günorta filan da görürəm ki, məsələn burada onlar ikisi də ayrıdır, və yaxud da xoruz ayrıdır. Salıram bir dama dən filan verirəm, yeyirlər. Yəni onlara ayrı qulluq mütləqdir. Yerli toyuqların içərisində əmələ gəlmir. Buraxmalardan bu xoruzla o xoruz artıq bunlara demək olar öyrəşir. Bax gəlib bunlarla yeyir. Bunları bir müddət sonra artıq bunlarla qarışdıracağam. Digərləri də elə bilirəm ki, yavaş-yavaş öyrəşərlər. Son vəziyyətlərdə budur. Bunların uşaqları yumurta verimimiz bir tık aşağı düşüb. Bir tık aşağı düşməsinin səbəbi də toyuqlarımızın çoxunun qırt olmasıdır. Koko. Toyuqlarımızın çoxunun qırt olmasıdır uşaqlar. Baxın, bu toyuq hələ təzə qırtdan ayılıb, göstərmişdim canlı yayınlarımda. O toyuğun qarnı ağrıyır, nəsə problemi var, artıq bir neçə gündür kəsilib. Bu 7 yaşında olan toyuğum vardı ki, mənim hansı ki 2 dəfə həyatıma xəstəliyə düşüb, sağ qalan toyuq var, o qırmızı toyuq. O axırıncı videomda demişdim, indi bilmirəm də o videonu haçan paylaşacağım, yəqin ki 1-2 video sonra paylaşaram. Sonuncu videomda demişdim, o yumurtam var. Bir 15 gündür uşaqlar yumurtadan kəsilmişdi. Bu günləri təzədən yumurtaya düşdü. Başladı yumurtamağa. 7 yaşı olmağına baxmayaraq maşallah olsun bizə yaxşı yumurta verir. Daha sonra uşaqlar o fərəmiz qırtdan ayılıb, yumurtamır, təzə qırtdan ayılıb. Sonra sizə göstərəcəyim toyuqlardan başqa kim var, bir dəqiqə. Bu toyuğumuz təzə tük dəyişməyə girib, yumurtadan kəsildi. Sonra kimi göstərəcəydim. Hə, bu toyuqdur. O günləri qırtılıyırdı, yumurtadan kəsildi. Ayrıca o toyuğun hekayəsini danışım. Ömür boyu gedib foluqlarda yumurtamaz. Ancaq başqa yerlərdə yumurtayır. Onun yumurtasını götürürəm. O sarı toyuğumuzdur. Dünən buraxmışam çölə. O da qırtdan ayıldı. Şükür Allaha kimi. Sonra başqa hansı toyuqlarımız vardı? Hə, o toyuğumuz qırtılıyır. Amma hələ yatmayıb. O da yumurtadan kəsilib artıq. Yəni bir neçə toyuqlarımız var ki, bunlar artıq çoxu yumurtadan kəsilib, bir çoxu. Ona görə hə, bu toyuğumuz bu gündən artıq yatmağa başlayıb, qırtılıyır. Daha bilmirəm bugün yumurtadı, yumurtamadı, amma özüm duruzmuşam ayağa, yatırdı. Yəni çox toyuğumuz artıq qırtıladığı üçün yumurtadan kəsilib.
Yumurtamayan fərələrimizi göstərim sizə uşaqlar. O fərəmiz hələ yumurtaya düşməyib. Brahmi ilə qarışıqdır, hündürdür. Onlar biraz gec yumurtaya düşür zaten. O fərəmiz yumurtaya düşməyib. Bu zaten buraxmadı, fərə deməyim. O buraxmadı, zaten gec yumurtaya düşəcək. Bu yumurtaya düşməyib uşaqlar. Bunlar hamısı Brahmi ilə qarışıqlardır. Brahmi ilə qarışıqlar biraz gec yumurtaya düşür. Orada o fərəmiz var, o da Brahmi ilə qarışıqdır. O yumurtaya düşməyib. Ağ fərəmiz var, o yumurtaya düşməyib. Bunlar hansı ki yumurtlama vaxtlarıdır. Yumurtaya düşməyənlərdəndir. Özü elə də o da qarışıqdır, amma elə çox qarışıq deyil. Bəsdir dayı. Yumurtaya düşməyənlər bunlardır. O fərəmiz yumurtlayırdı, kəsilib yumurtadan. İndi ikinci dəfə təzədən yumurtaya düşəcək. O fərəmiz də qırtdan ayıldı. Uşaqlar hələ yumurtaya düşməyib. O günləri qırt idi. Boz buraxmamızda yenə yumurtayırdı, qırt düşdü. O da qırtdan ayıldı. Belə. Yəni vəziyyət budur. Qarışıqlardan 3-4 ədəd qalıb, 5 ədəd, 5-6 ədəd heç yumurtamayan fərəmiz qalıb. Qalan hamısı yumurtaya düşüb. Şükür Allaha ki. Belə dostlar, son vəziyyət bu. Ümid edirəm ki, videolarımızı sevirsiniz, bəyənirsiniz. Mütləq bəyənib like atmağı unutmayın. Like çox az olur videolarımızda. İzləyəndə mütləq bir like atın. Belə dostlar, sonlandırım istəyirsinizsə buranı. Daha göstərməyim. Sizə nəyi göstərəcəkdim burada? Bir dəqiqə. Bunları göstərəcəkdim. Bunları yedizdirmişik. Ördəklərdir bunlar. Bu qırt toyuqdur. Bir dənə də ağ qırt toyuq var. O da çıxdı buradan. Ördəkləri yerinə salanda. Onu da göstərəcəkdim. Bir də sizə nəyə göstərmək istəyirəm uşaqlar. Bir dəqiqə. Videonu sonlandırmadan onu da sizə göstərim. Uşaqlar. Bu balaca hündüşkalarımızın yem qarışımıdır. Bu yem qarışımında bilmirəm görünür ya yox, biraz işığa aparım, artıq qaranlıq düşür burada. Yəqin ki görünmür. Burada göstərəcəm sizlərə. Baxın uşaqlar, burada 4 yemin qarışımı var. Bunun içində qarğıdalı yemi var uşaqlar. Qara undur, buğdadır. Bir də ki imişli yemi var, böyütmə. Başlanğıcdan sonraki olan böyütmə. Onu da niyə böyütmə? İndi onu da sizə izah edəcəm. Bir dəqiqə. Bunları da göstərim sizə. Görürsünüz uşaqlar, payızlıq cücələr filan, hündüşkalar biraz boydan qısa olurlar həmişə, payızda olanlar. Bunlar da görürüm ki, biraz boydan balacadır. Qarğıdanını niyə qatıram yemin içinə? Qarğıdanını qatıram ki, uşaqlar, bunlar artıq qış ayları, soyuq havalar, qış ayıdır da demək olar ki, soyuqlar ucu artır da. Bunlara biraz kökəltmək lazımdır ki, çöləz də buraxanda bunlara soyuq elə də təsir eləməsin, yağları olsun, piyləri olsun. Qarğıdanını ona görə qatıram. Boyları biraz balacadır, böyütmə yemin ona görə qatıram ki, biraz bunların boylarını artırsın. Qara onu qatıram ki, yemi artımlı olsun, biraz da tox tutsun bunları. Buğda da qatıram ki, yavaş-yavaş həm buğdayı öyrənsinlər, ayrıca buğda da yağlandırmaq üçün, bədənlərinin, ətlərinin bərkiməsi üçün uşaqlar yaxşı nəticə verir. Ona görə yemlərinə buğda da qatıram. İndi bunları yemlərin qabağına qoyanda da çəkib sizlərə göstərəcəyim. Bu da yemlərin qoydum qabaqlarına uşaqlar. Ləzzətlə də, iştahla da yeyirlər. Qarğıdalını bunların yeminə dünəndən qatmışam. Digər yemlər isə artıq bir neçə gündür verirəm. Qarğıdalım yox idi, sadəcə təzə almışam. Qarğıdalının yemin qatmışam uşaqlar. Bilmirəm, içində görünür, görünmür. Baxın belə-belə. İçində qarğıdalı dənələrdir, budur bu. Biraz odaklanmır telefon. Qarğıdalını yemin qatmışam. Bunların içinə ki uşaqlar. Çünki bunlar zaten böyük qarğıdalı yeyəcək yaşda deyirlər, yəni böyüklükdə deyirlər. Böyük qarğıdalı bunlara ziyan eləyər, həzm edə bilməzlər. Hələ bunlar 2 ay yarımlıqdırlar. Ona görə qarğıdalını yemi tökmüşəm bunların içərisinə, yeyirlər. Prosta bugün qarışdırdığım yerində sanki o böyütmə yemi dediyim vardı, hazır yem, quru yem verirəm. O biraz az olub, onu biraz artıq qatmaq lazım idi. Ölçün qaçırmışam, biraz az olub. Amma əsas odur, yeyirlər, düzəlirlər. Bugün bunun yumurtalarını dostlar qonşudan almışdım, özümdən qoymamışdım. Çünki məndə daha çox buraxma və qarışıq çıxır, qonşudan almışdım. O cücəni görürsünüz uşaqlar, pipi də qaradır. O hansısa cins qarışımı var, demirəm ha cinsdir uşaqlar. Sadəcə inkubatordan alırıq bu cücələri, saxlayırıq həyətdə, ondan fərə saxlayırıq, xoruz saxlayırıq. Hər yumurtada bir qapıdan gəlir, hər kəsədə bir cins toyuq olur, bəzən onun qarışımı olur. Yəni ola bilər ki, bunların hamısının içərisində tam olaraq kənd cücələrdə deyil də yerli qarışımıdır. Deyirsiniz ki, Ayxan, deyirdin qan dəyişimi, bunun içindən xoruz saxla. Fərələrini saxlayacağım, amma xoruz saxlamayacağım uşaqlar. Çünki xoruz yetəri qədər var, həm də payızlı cücələr biraz boydan
cücədən balaca olur. Saxlamaq olar. Məsələn, bu cücəni saxlamaq olar. Orada o qara xoruz var, saxlamaq olar. Amma saxlamağı fikirləşmirəm. Bunlardan ancaq fərələrini inşallah seçib saxlayacağam. Çünki qəşəng fərələr var. Məsələn, budur. Bax, qəşəng fərədir bunların hamısı. İnşallah fərələrin içindən seçib saxlayacağam, amma xoruzları kəsiləcək. Hündüşka da tük dəyişmə dönəmindədir. Ayağı axsaqdır. Onu bu il saxlamaq istəmirdim, amma bəlkə ola bilsin ki, yaxşı bala saxlayır. Daha sonra yaxşı iri yumurtalar yumurtlayır, iri balaları olur deyə ola bilsin ki, bu ildə onu saxladım. Dostlar, hamısını düşürdüm. Hündüşkalarda belə yeyirlər. Buğda və qarıqdalı verirəm. Təbii ki, yemlərində arpa da olsaydı daha yaxşı olardı, amma buğda və qarıqdalı yaxşıdır. Yeyirlər, tox olan çıxır yuxarı, ac olan yeyəcək. Axşam da işıqları yanır, onsuz qalır qabaqlarında çıxır. Acdıqca çıxıb yeyirlər. Belə. Ümid edirəm ki, dostlar, videolarımız izlədiniz, xoşunuza gəldi. Bu toyuqlarımızın, quşlarımızın axşam yemləməsi və bu dörtlü yem qarışımını niyə verirəm, onu da öyrəndiniz. Bunlar haqqında başqa bir şey deməyəcəm. Hələ ki vəziyyətləri budur. Zaten videoda yaxından da yedikləri yemi də, boylarını da tam olaraq göstərmişəm sizlərə. Hündüşkalarımın o 2 dənəsinin o tərəfdəkilərin inkişafı çox yaxşı gedir. Çünki yazda da saxladığınız zaman zaten 2 ay yarımında hündüşkalar o boydan olur. Maksimum ondan biraz böyük ola bilər. Payız ayı üçün çox yaxşı inkişaf edirlər. Cücələrdən də bir neçəsinin xoşuma gəlir. Məsələn, o cücədir, oradakı o cücədir, bu qara xoruzdur. Bunların inkişafı 2 ay yarım üçün yaxşıdırlar, pis deyirlər. Amma digərlərinin inkişafı biraz zəifdir. Onu da izah eləmişəm. Yəni payızda çıxan cücələr belə olurlar. Mən də bunların fərələrindən saxlayacağım deyə yem qarışımında zaten dedim. Bu böyütmə yemin falan ona görə qarışdırıram ki, bunların içinə. Bunların fərələrini saxlamaq istəyirəm. Çox cür fərələr olmasınlar deyə saxlayıram. Bu hündüşkalarımızın da son vəziyyəti budur. Dünənləri bir dənəsini bunlardan kəsdik. Alan adam şeyini istəmişdi, balacasını istəmişdi. Yəni kilosu az olsun deyə demişdi. Mən də axtardım. İçində əncir dişi hündüşkalardan birini kəsdim. Çünki demişdi ki 2 kilo yarımdan çox olmasın çəkisi. Elə təxmini də o kiloya gəldi. Yəni 2 kilo 600 gəldi çəkisi. 100 qramı çıxdım, 2 kilodan hesabladım. Çünki alan adam yaxın adam idi. Yəni atamın dostuydu. Ona görə yəni 100 qram da çıxdım. 2 kilo 500'ün 18 manatdan pulunu aldım. Təbii ki 2 manat da təmizləmə pulun, amma o da dediyim kimi yaxın adam olduğu üçün onu da almadıq. Elə belə təmizlədik. Bu cür yəni çəkdim. Yağlanmalar dərəcəsindən bəhs eləmək istəyirəm sizlərə. Hündüşkalarımız yağlıdır, amma uşaqlar nə yalan deyim, maksimum yağlanma dərəcəsində deyil. Amma mən siz də bilirsiniz ki, mən cəmi heç 20 gün deyil, 17 gündür mən bunlara bu qarıqdanını verməyə başlamışam. Ayın 9-undan başlamışam səhv eləmirəmsə. Hələ 1-2 gün filan da qarıqdanını yaxşı yeməyiblər. Əvvəl öyrətmişdim ha. Sonra 1-2 gün kəsmişdim deyə 1-2 gün filan da qarıqdanını yaxşı yemədilər. Yəni ayın 10'undan 11'indən hesablayaq versək, heç mən bunlara verdiyim 15 gün filandır, 15-16 gündür. Ona görə də normaldır hələ bu halları. Çünki məndə demək olar yağlanma yox idi hündüşkalarımda. Çünki verdiyim yemlərdə yağlandıracaq bir şey yox idi. Sadəcə ətləndirdilər və olduqları yerdə qalmışlar. Hal-hazırda ətləri normaldır. Sadəcə indi yağlanmaq lazımdır biraz bunlara. O da 15 günə kimi də o tamamilə həll olacaq. Maksimum yağlılıq dərəcəsində olacaqlar hündüşkalarımız. Dediyim kimi ən cır hündüşkanı seçdim, kəsdim. Demək, dediyim kimi 2 kilo 500 qram çəkisi gəldi. Nə qədər çıxdı deyə söz uşaqlar bir hündüşkadan da 700 qram, 750 qram çıxdı yemiş halda. Yəni hündüşkanı mən kəsəndə artıq axşamüstü idi. Çünki anidən məndən istədilər. Vacib lazım olduğu üçün qonaqlar gələcəkdi, kebab çəkəcəkdilər. Anidən məndən istədilər. Yəni yemiş halda 750 qram bundan çıxdı hündüşkadan. Mən sizə deyirəm ki, çəkən verəndə uşaqlar bir dişidən 500 qram çəkir çıxırsınız. Onda deyirsiniz ki, yox az çıxırsan, hündüşkadan çıxar, çox çıxır. 750 qram yemiş halda çıxdı bu hündüşkanın. Bu da ki, uşaqlar bilirsiniz ki, hündüşka yem yeyəndə, su içəndə elə rahat bir 200 qram, rahat onun dənliyində yemdən var idi, ot var idi, su var idi. Ona görə mən sizə dediyim kimi uşaqlar elə, əgər ac qarnına hündüşkanı kəssəz, dişi hündüşkadan çıxan çıxar. 500 qram, maksimum 600 qram olar. Ondan artıq olmayacaq. Bu 100%'lik nəticədir.
Belə dostlar, sağ olun, salamat qalın. İzlədiyiniz üçün təşəkkür edirəm. Mütləq şəkildə abunə olub videolarımızı da sona qədər izləyin. Hər zaman təkrar edirəm, sona qədər izləyənlər mənim ən dəyərli izləyicilərimdir. Zaten onlar da özləri yorumlarda yazıb mənə bildirirlər. Çünki uşaqlar, siz mənim videolarımı sona qədər izləməyəndə bunu da açıqlayım sizlərə. Siz mənim videolarımı sona qədər izləməyəndə, başından biraz baxıb bağlayanda, ortasından biraz baxıb, təbii ki, bəzən videolarım maraqsız gələ bilər sizə, izləməyə bilərsiniz, amma eğer həqiqətən mənim kanalımı sevirsinizsə, yəni ən azından sevməsəz belə 1-2 dəqiqə səbr ilə videomu sonuna qədər açıq qoyun. Çünki siz videolarımı mənim ortadan çıxanda mənim statistikam aşağı düşür. Videonun da statistikası aşağı düşəndə, yəni ortalama izlənmə sürəsi olur da orada. Məsələn 100 nəfər izləyib onun 50'si axıra kimi baxıb, 50'si mənim 30 saniyə çəkib keçib, o biraz pisdir də mənim üçün. O statistikası aşağı düşəndə videom daha çox insana göstərilmir, izlənilmir. Ona görə videolarımı bacarın ən azından məni dəstəkləmək adına heç olmasın. Yəni ola bilər ki, demirəm hər videomu sevəsiniz. Mən də izlədiyim YouTuberlar var. Onun da ola bilər ki, mən o hər videosunu sevib izləmirəm. Ola bilər bəzi videolarına sıxılıram, amma çalışın mənə dəstək olmaq istəyirsinizsə, sona qədər videolarımı açıq saxlayın ki, mənim videolarım daha çox keşfiyata düşsün. Yəni ziyan olmasın da videolarıma. Sona qədər izləyən izləyicilərimə çox təşəkkür edirəm. Allah razı olsun hamınızdan. Çox sağ olun uşaqlar.